Bakı metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində Qarabağ və İngiltərənin Newcastle United klubları arasındakı keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq. Sferas xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti və Bakı metropoliteni QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq fevralın 18-dən 19-una keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən Gənclik stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Onların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq. Nərimanov və 28 may stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.